Mən Məmmədov Əzdam Yunusov, Bərdər Qaradağ kəndində yaşayıram. Böyük çıxış etməklə məqsədim Kanal 21-in barəsində, direktorunun Fərhad müəllim barəsində, Səfail müəllimin, yəni Kanal 02 TikTok səhifəsində verilən Drakon masaj salonunda olan hallardan. Birinci diqqətə çatdırmaq istəyirəm ki, hörmətli Səfail müəllim, mənim sizə hörmətim var. Çəkiliş edirsiniz, yaxşı edirsiniz, ancaq həmişə çalışın, əsaslandırın. Hüquqi əhliyyəti. Həmin Drakon masaj salonunun kameraları var. Əgər həqiqətən də gedən işçilər üçü də oradadırsa, o kameralar çıxarılmalı, onların işkil vəziyyətdə olub-olmaması müəyyənləşdirilməlidir. Deməli, bunun heç biri düz deyil. Çünki Fərhad müəllimdən tanıyacaq, o işi içmir. Səhərki günü analiz verə, bu xoşa gəlməyən bir çıxar. İkinci, həmin xanım ikinci paylaşımında deyirsiniz ki, mənim o səhifəmi seçsin, mən şikayətini geri götürüm. Xeyr, şikayətini eləsin, qanun hər şeydən üstündür, qanun şahdır, şah qanun deyil. Siz burada təzyiq vasitəsilə kimi istifadə edirsiniz. Niyə qarşı tərəfin mövqeyini eşitməyə qoymamışsınız? Telefonumuz budur, qarşı tərəfin mövqeyində işlandırmağa hazırıq. Bilirsiniz deyə. Çünki Fərhad müəllim, siz onu efir vasitəsilə təhqir etdiyinizə görə redaktor müavin işləriniz var, bilirsiniz. Rəsmi üzr istəməməyinin başlığı altında siz bunu edirsiniz ki, güya dolayı yolla təzyiq edəcəksiniz və xüsusi ittiham qaydasına siz məhkəməyə verildiyiniz üçün Fərhad müəllimlə onu geri götürəcək. Yox, yanlısınız. Mən elə başa düşürəm, səmimiyyətlə qurulmayan iş münaqişə ilə başa çatmır. Əgər siz həqiqətən də fikirləşdəydiniz, səmimi etiraf bir yoldaş kimi hər şeydən üstündür və insanın ən böyük alicənabı səhv etmək qəbahət deyil. O səhv etiraf etməmək ondan da qəbahətdir. Özünüz bilərsiniz, gözəl insan, gözəl əmoğlu, gözəl cəmaət. Əgər siz həqiqətən də mediada müxtələşmişsinizsə, onda media haqqında qanun 21-ci maddəsinə diqqət yetirin. Gör orada nə göstərir. Həmçinin sizin Bakıdakı olan çəkilişiniz və Ağdam məhkəməsinin qarşısında olan çəkiliş digər kadrların, orada olan digər şəxslərin kadra götürməyiniz yaxşı olar ki, Cinayət Məcəlləsinin 156-cı məddəsinə diqqət yetirəsiniz. Onda görərsiniz ki, orada nələr var. Ümidvaram ki, Səfail müəllim, gözəl insan, ümidvaram ki, siz mən dediklərimi nəzərdən keçirib, Fərhad müəllimə, Kanal 21-ə kir axtarmaq əvəzinə səmimi etiraf edəcək. Etməsə, o problem o sənin şəxsi üçündür. Amma mən onu demək istəyirəm ki, bir mənalı şəkildə siz belə çıxışlarınızla, bu hallarınızla istəyirsiniz ki, Ağdam rayon məhkəməsində təsir və təzyiq edəsiniz. Bu yol verilməlidir. Bunu bilmirsənsə bir daha diqqətinizə çatdırın. Səfail müəllim, siz açıq şəkildə Fərhad müəllimə söz arası çox ağır söz demişsiniz. Təhqir etmişsiniz. Bilirsiniz də. Əgər o çıxışınıza, Vidadi müəllimlə olan çıxışda diqqət yetirsəniz, orada sizin səsiniz, sözünüz açıq şəkildə var. O da ekspertizə təyin olunub, yəqin ki, gələk cavab veriləcək. Drakon məsələsinə qaldığında buna narahat olmur. Həmin xanım orada çəkilişinə vasitəsilə dəvət olunub, oranın rəhbərliyini ki, fikrinizi bildirin, bu nədir, nə məsələdir? O orada bəzi təlimlərlə, müxtəlif işlər görməklə, xahiş minnət elə özü gəlir, başqa adam, gah mənimdir, gah başqa yerdədir. Bunun hamısının çəkilişi də var. Cəmaat çörək qulağın deminə yemir. Bilir ki, orada o boyda Bakıda çəkiliş edirsə, ancaq sən bilməyənalı şəkildə bil ki, Bakı bütün jurnalistlerin, blogerlərin mərkəzi olduğu bir halda heç vaxt onlar rayon blogerinə, jurnalistinə, kanalına müraciət etməsi qəmizi çək. Siz bunu təzyiq vasitəsi kimi istifadə edirsiniz. Allah canınızı sağ eləsin. Bir daha deyirəm, qanun şahdır, şah qanun deyil. Bizim gözəl müstəqil dövlətimiz var. Belə müstəqil dövlətində gözəl aparıcılar var. Azərbaycan Respublikası Konstitusiyasında açıq şəkildə göstərir ki, .1-ci maddəsinin 2-ci bəndində heç kəs öz hüquqlarında və azadlıqlarında sui istifadə edə bilməz. Etməməlidir. Bunu bil ha.
sən müstəqil fəaliyyətdə kiməsə qarşı bundan istifadə edə bilməlisən. Ümidvaram ki, müraciətin nəzarətə götürüləcək. Drakon masaj mərkəzi və orada olan çəkilişlər aydınlaşdırılacaq. Orada çəkilişdə açıq şəkildə içəridə qadınların oturulması, necə olması hamısı görünür. Bunların yola işkilik edib getməməsi, Drakon kameralarından, həmin obyektin kameralarından çıxarılsın ki, həqiqətən bunlar gelib pusuz masaj olmaz deyib, yoxsa yox. Ümidvaram ki, haq yeri tapacaq. Biz ulu öndərimizdən sonra onun layiqli siyasi kursunu davamçısı, hörmətli Prezidentim İlham Əliyevin quruculuğu sayəsində yaratdığı qanun dövlətində yaşayırıq. Müstəqil dövlətik, qərəzli dövlət deyilik. Ümidvaram ki, qanun öz həllini tapacaq.